Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Bunda qabaqki videoda sizinlə asan üsulla qat-qat xəmirin hazırlanmasını paylaşmışıq. Bu günləri həmin qat-qat xəmirdən çox dadlı, ləzzətli, havalı, ağızda ovulan yaylıq şirniyyatı hazırlayacağıq. Bu şirniyyat el arasında kasınka adlanır. Artıq bir neçə izləyicimiz bu şirniyyatı bizdən istəmişdi. Bu dəfə hazırlayırdıq, imkan düşdü, dedik sizinlə də paylaşın. Əgər sizin üçün maraqlıdırsa, buyurun bizimlə qalın. Xəmiri yuxayanın üzərinə qoyuruq, yuxayanın üzərinə unlamışıq və mərdanə ilə ehtiyatla açırıq. Əgər soyuducuda çox bərkiyibsə, bir qədər kənarda gözlədin, yumuşalsın. Tələsirsinizsə, yuxaya mərdanə ilə baxın, bu qədər belə yavaş-yavaş eləyin. Qaydada onu yayıram. Baxın, xəmiri belə kvadrat formasında yayırıq. Sonra onun kənarlarını kəsirik. Belə kəsirik ki, qatlar yaxşı açılsın. İti bir bıçaqla onun kənarlarını kəsirik. Ancaq biz bu kənarları atmırıq. Bunları birləşdirib, bir balaca yoğurup, yayıb, bundan mütəkkil hazırlayacaq. O da çox ağızda ovulan, dadlı, ləzzətli olur. Kənarlarını kəsəndən sonra onu xəmiri 2 bərabər hissəyə bölürük. Və həmin hissələri də 2 bərabər hissəyə bölürük. Yəni ümumi xəmiri 4 bərabər hissəyə bölürük. 4 bərabər ölçülü zolaqlara ayırırıq. Və sonra həmin kəsimə perpendikulyar bir daha bir kəsim aparırıq. Yenidən 2 yerə bölürük. Və sonra həmin hissələri yenidən 2 yerə bölürük. Yəni perpendikulyar istiqamətdə də 4 hissəyə bölürük.
belə bir kvadratlar alınır. On 16 ədəd xırda kvadratlar. Və həmin kvadratları götürürük. Bunun içərisinə elə mürəbbədən istifadə etmək lazımdır ki, yəni ya pavidla, yaxud marmelad. İndi mən marmeladdan istifadə edirəm. Bunu mən özüm hazırlamışam. Alma marmeladıdır. Hazırlayanda sizinlə paylaşmışam. Kanalımızda var. Maraqlananlar girib baxa bilərlər. Həmin marmeladı xırdalayıram. Yəni dediyim kimi sulu mürəbbələr qoymaq olmaz. Çünki o xəmiri isladacaq və görüntüsü də yaxşı olmayacaq. Altı qaralacaq bişintinin. Ona görə buna susuz ya mürəbbələrin dənlərindən götürüb qoya bilərsiniz. Məsələn, çiyələkdir, çiyələklərdən götürüb qoya bilərsiniz. Qaysı qoya bilərsiniz. Qaysı mürəbbəsinin meyvəsini qoya bilərsiniz. Qatı cemlər və s. Baxın, kəsirəm və bu qaydada yaylıq şəklində qatlayıram. Qatlayandan sonra sobanın listinə düzürəm. Sobanın listini yağlamıram. Xəmir özü yağlıdır. Və eyni qaydada qatlayıram. Yaylıq formasında, kasınka formasında və sobanın listinə yığıram. Mən indi qaysı mürəbbəsindən istifadə edirəm. Suyundan götürmürəm, ancaq dənindən, meyvəsindən. Bu qaydada qoyuram. Yaylıq formasında qatlayıram və yığıram. Bu qaydada mən işimə davam edirəm. Həm qaysı mürəbbəsinin qaysısından istifadə edirəm və alma marmeladından istifadə edirəm. Yeri gəlmişkən qaysı mürəbbəsinin hazırlanmasını da sizinlə paylaşmışam. Baxa bilərsiniz. Onu da diqqətinizə çatdırım ki, mən xəmiri 4 mm qalınlığında yaymışam. Baxın, bu qaydada kasınka formasında qatlayırıq və sobanın tavasına yığırıq. Artıq hamısı hazırdır. İndi əvvəlcədən isidilmiş sobada, yəni 300 dərəcəyə gətirilmiş sobada bişiririk. Hazır olana qədər. İndi kənarlarından kəsdiyimiz xəmirləri birləşdirdik, kündələdik. Yayırıq.
onu. Yayandan sonra gətirib 4 hissəyə bölürük. Hər hissəni də 2 hissəyə bölürük. 2 hissə. Burayı 12 hissəyə böldük. İndi yenidən alma marmeladından kəsirik nazik. Müxtəlif içliklə eləmək olar bunu. Müxtəlif mürəbbələrlə, yəni susuz mürəbbələrlə, pavidla, marmelad, qatı cemlərlə ki, suya pişəndə suya axması. Baxın, bu formada, mütəkkə formasında vurub yığırıq. Bu qaydada bütün hissələri vurub yığırıq. Artıq xırda mütəkkələrimizi hazırlayıb yığdıq. 20 dəqiqədə keçib, indi biz gedib kasınkaları sobadan çıxarırıq. Biz onları sobadan çıxartdıq. Gördüyünüz kimi tam hazırdır. Qalxıb, çox havalı kövrək alınır. Baxın, görürsünüz, qatları açılıb. Ovuntulu, dadlı, ləzzətli kasınka şirniyyatımız tam hazırdır. Şirniyyatlarımızı yuxayanın üzərinə yığırıq və yaxud bir taxtanın üzərinə yığırıq ki, tam soyulsun. Və hazırladığımız xırda mütəkkələri sobanın tavasına yığırıq. Mütəkkələri sobanın tavasına yığdıq və sobaya aparırıq. Elə həmin dərəcədə 5-10 dəqiqə müddətinə pişiririk. Artıq mütəkkələrimiz də hazırdır. Gördüyünüz kimi üzləri ağ qalır, altı qızarır. Onları da yığıram. Soysun. Yuxayanın üzərində. Artıq kasınka şirniyyatları soyuyub. Soyandan sonra üzərinə şəkər keşanı səpirəm və sürəyə verirəm. Əgər siz desəniz bişməmişdən qabaq üzərinə yumurta çəkib elə də sobaya verə bilərsiniz. Amma biz elə sevmirik. Gördüyünüz kimi çox gözəl alındı. Sizə də məsləhət görürəm, hazırlayın, peşman olmazsınız. Dadına da heç söz ola bilməz.
İndi onu kəsib sizə göstərmək istəyirəm. Baxın, görürsünüz, ovuntulu. İçərisi qat-qat açılır. Çox dadlıdır. Bu qaydada. Əgər mənim hazırladığım kasinka şirniyyatını bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, ailənizi, uşaqlarınızı sevindirin. Nuş olsun.